Televiziya qarşısında bizi izləyən hər kəsi salamlayıram, əhvalınız xoş olsun. Bugün ilk verilişimizdir və bugün Məktəbli Liqası ilə işimizə başlayırıq. Məktəbli Liqasının A qrupunun 4 komandası olacaq və 4 komanda bugün öz biliklərini sınayacaqlar. Vaxt itirmədən istəyirəm ki, həmin komandaları və heyətləri sizin diqqətinizə çatdırın. Beləliklə, Göy Masanın sakinləri Zəkalar Liseyidir. Əli Cəfərli, Abbas Abbaslı, Fikrət Nəzirli, Alpər Məmmədli və Amid Rəşidli. Gəldilər bizim balaca gidlərimiz. Xoş gəlmişsiniz. Oturun. Sarı Masanın sakinləri 211 nömrəli məktəbdir. İbrahim Aslanov, Mətin Məmmədzadə, Zaur Əkbərli, Məryəm Həmidova və Ömür Mustafayeva. Gəlin, siz də xoş gəlmişsiniz. Və Yaşıl Masanın sakinlərini təqdim edirəm. Qəhrəman Hacıyev, Murad Həmidzadə, Aylar Rızazadə, Ruslan Behbudov və Leyla İmaməliyeva. Və yekunda Qırmızı Masanın sakinləri isə Kaspi Liseydi. Atilla İskəndərov, Fuad Zeynallı, Raul Əlizadə və Gülxanım Məhərrəmli, Duyğu Allahverdiyeva. Əyləşin, siz də xoş gəlmişsiniz. Necəsiz? Necə hiss edirsiniz özünüzü? Bir də özümüzü gürültülü alqışlayaq. Bol, möhkəm. Alqışların sədası altında Xəmsə Milli İntellektual oyununun ilk mərhələsinə başlayırıq. Bəlli round olacaq. Salam dəyərli məktəblilər və əziz Azərbaycanın gələcəkləri. Siz bilirsiniz də Azərbaycanın gələcəyi sizsiz. Bəlli raundun qaydalarını sizin üçün elan edirəm. Deməli belə, 5 mövzu elan eləyəcəm sizin üçün. Həmin mövzuya uyğun olaraq oyuncu seçib oyun kürsüsünə göndərəcəksiniz. Və mən sualları səsləndirəcəm. Mövzular belədir, diqqətli olun. Oyuncaq, tarix, quşlar, təsviri incəsənət, musiqi. Vaxt getdi, oyuncuları təyin eləyib kürsüyə göndərə bilərsiniz. Vaxt bitdi və oyuncaq mövzusunda oynayan oyuncuları oyun kürsüsündə görmək istəyirəm. Buyurun. Fərdi raundun ilk mövzusu oyuncaq mövzusudur. İlk sual, xal dəyəri 100. Bu oyuncaqdan bəhs eləyən filmdə çəhrayı rəngin müxtəlif çalarlarından istifadə olunub. Zəkalar. Barbie. Bravo, o bilir. Davam edirik. Oyuncaq 2. Nominal xal dəyəri 200. Bu oyuncaq taxtadan əl işi olaraq düzəldilir və üzərinə 261. Buratina. Yox, bu səhv cavabdır. Kaspi. Pinokyo. Bu da səhv cavabdır. Digər iki komanda üçün sualın qalan hissəsini oxuyuram. Üzərinə müxtəlif rəngli boyalarla naxış vurulur. Taxtadan əl işi olaraq düzəldilir və naxış vurulur. Böyüyünü açırsan, içindən balaca çıxır. Onu açırsan, bir dənə də balaca çıxır. Onu açdın, bir dənə də balaca çıxdı. Zəkalar. İç-içə olur oyuncaq. İç-içə olur. Adı nədir onun? Matuşka. Matuşka. Matyoşka, qəbul eləyirəm Matyoşkanı, bravo, davam edirik. Oyuncaq 3-cü sual, nominal xal dəyəri 300. Bu oyunda müxtəlif formalı şəkillərdən ibarət mozaikanı qurmaq tələb olunur. Bu oyunda zəkalar... Lego. Yox, bu səhv cavabdır.
261. Puzzle. Bu isə doğru cavabdır, bravo. Davam edirik. Oyuncaq 4-cü sual, nominal xal dəyəri 400. Teresa Kaplan dünyanın müxtəlif ölkələrindən 50 mindən çox oyuncaq yığıb. O, 1984-cü ildə uşaqlar üçün nə yaratmışdı? Nə yaratmışdı? Siz əgər çoxlu oyuncaq yığsaz, nə yaradardınız? Fərqli oyuncaq. Kolleksiya. Zəkalar. Kolleksiya. Kolleksiya harda göstərilir? Muzey. Bu doğru cavabdır. Bravo. Davam edirik. Oyuncaq 5-ci sual, nominal xal dəyəri 500. Theodore Roosevelt ABŞ prezidenti olub. Onun şərəfinə yaradılmış oyuncaq hansı heyvan idi? Hansı heyvan? Kaspi? Qartal. Deyil. Qartal deyil. Sual Digər təkrar komanda. deyə bilərsin. Sual təzədən deyin. Sual əslində düymə sıxılıb deyə mən təkrar eləyə bilməyəcəm, amma düymə sıxılmasa da təkrar eləyərdim. İpucu da verə bilməyəcəm, çünki yoldaşınız artıq düyməni sıxıb, amma xırda belə pəncələri olur onun. Vur, zəkalar. Pələng. Yox. Yox. 3, 2, 1. Bu ayıdır, ayı, oyuncaq. Teddy Bear da deyirlər ona. Təşəkkür edirəm sizə, alqışlayıram sizi. Keçin masa ətrafına. Tarix mövzusunu oynayacağıq. Mövzunu oynamaq istəyən oyunçular kürsüdə öz yerlərini alacaqlar. Tarix mövzusunu oynayırıq. İlk sual, nominal xal dəyəri 100. Qədim maddi mədəniyyət nümunələrini öyrənən elm belə adlanır. 211. Arxeologiya. Bravo! Davam edirik. Bu təqvimdə ilin başlanğıcı İsa Peyğəmbərin 211. Hicri. Bir də? Hicri. Yox. 261. Miladi təqvimi. O bilir, bravo! Tarix 300. Azıq mağarasından onun başçılıq elədiyi ekspedisiya ən qədim insanlardan birinin 261. Məmməd Əli Hüseynov. Bravo! Davam edirik. Tarix 400. Qobustan qayaları üzərində diqqəti cəlb eləyən təsvirlərdən biri hansı rəqsin səhnələridir? Zəkalar. Yallı. Bravo. Davam edirik. Tarix sonuncu sual. Nominal xal dəyəri 500. Nisbətən yasdır və oval formalı olan bu qaya parçasına kiçik daşla vurarkən cingiltili zəkalar. Çapıq daş. Bir də? Çapıq daş. Yox. Qaval daşı. Bravo! Cingiltili səs yaranır. Bu qaval daşıdır. 211 nömrəli məktəbin komandasının oyuncusu hesabı öz xeyirlərinə dəyişə bildi. Keçin yerinizə, təşəkkür edirəm. Növbəti mövzunu oynayacağıq. Quşlar mövzusu oynanılacaq bəlli raundda. Oyuncular öz yerlərini ala bilərlər. Quşlar mövzusunu oynayırıq. İlk sual, nominal xal dəyəri 100. Bu 4 hərfli sözlə həm balaca quş, həm də meyvə adlandırılıb. Zəkalar. Kivi. Bravo. Davam edirik. Quşlar ikinci sual, nominal xal dəyəri 200. Onun ağ rəngi, sülhü və saflığı
Göyərçin. Saflığı simvolizə eləyir. Bu göyərçindir. Bravo. Davam eləyirik. Quşlar 300. Bir əsərdə sözləri yaxşı yadda saxlaya bilən onlar tərcüməçi işləyirdilər. 211. Tutuquşu. Bravo. Davam eləyirik. Quşlar 400. Onlar soyuq mühitdə yaşayırlar və qara kürəkləri günəş işığını Kaspi Pingvin. udmağa və istiliyi saxlamağa kömək eləyir. Bu pingvindir. Bravo. Davam eləyirik. Quşlar 500. Nizami Gəncəvinin Sirlər Xəzinəsi poemasında hökümdar Nuşiravanla bu quşların söhbətinə rast gəlmək olar. Gördüm zəkalar səni. Buyur. Simurq quşu. Yox, bu səhv cavabdır. 3, 2, 1. Bayquşdur bu, bayquş. Keçin yerinizə, çox sağ olun, təşəkkür edirəm. Bəli raundun 4-cü mövzusuna keçid alacağıq. Təsviri incəsənət. Bəli raundda təsviri incəsənət mövzusunu oynayırıq. Nominal xal 100, ilk sual. Xalçalarımızda dalğalı, mayili və sınıq xətlər nəyi simvolizə eləyir? Xalçalarımızda dalğalı, nə dalğalana bilir, dalğalanmaq funksiyasına malikdir, nə? 211. Dəniz. Dəniz nədən ibarətdir? Sudan. Su, bravo, qəbul eləyirəm. Davam eləyirik. Təsvir incəsənət, ikinci sual, nominal xal dəyəri 200. Qədim zamanlarda daxmada ən çox yer tutan hanadan nə məqsədlə istifadə olunurdu? Mayili xətt Çörək. yox. Ay. Bu səhv cavabdır. Versiya deyə bilərəm. Gözlə. Bir əvvəlki sualda nədən danışılırdı? Sudan. 3, 2, 1, D versiyanı. Artıq düymə sıxılıb. D261. Dənizdən. Yox. Zəkalar? Su. Yox, bu da səhv cavabdır. D versiyanı D. Qayıq. Yox. Hanadan xalça toxumaq üçün istifadə olunur. Mən sizdən soruşdum ki, xalçanın üstündə maili nə idi? Dedin su. Hanadan da xalça toxumaq üçün istifadə olunurdu. Xalça toxumaq üçün. Davam eləyirik. Nominal xal dəyəri 300. Mahir şəkil sənətkarlarına məxsus olan bu tikmə üsulu tək, əl, düzmək sözlərinin birləşməsindən yaranıb. Sözləri birləşdirsəz, əslində cavab aydın olacaq sizin üçün. Tək, əl, düzmək. 1, 2, 3. Cavab. Bu təkəldüzdür. Təkəldüz. Davam edirik. Təsvir incəsənət 400. Bu söz Latın dilindən tərcümədə bəzəmək deməkdir. 261. Dekor. Bravo. Çox sağ olun mənim. Davam edirik. Təsvir incəsənət 500. Xalq sənəti nümunələrində budaqlı, bəzən iri gülləri və ya meyvələri olan bitki təsvirinə rast gəlinir. Bu təsvir necə adlanır? Xalq təsvirində iri, gövdəli, qollu, budaqlı, güllü, çiçəkli bitkilər olur. Necə adlanır o? Nə ağacı? 3, 2, 1. Bu həyat ağacıydı. Təşəkkür edirəm sizə. Masada öz yerlərinizi ala bilərsiniz. Bəli raundun sonuncu mövzusuna keçid alacağıq. Musiqi. İlk sual, nominal xal dəyəri 100. Sürmə çəkdim,
üzümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan. Tup tup tup. Eşitdiyiniz musiqi parçası hansı cizgi filmindəndir? 261. Tık tık xanım. Bravo! Davam eləyirik. Diqqətli olun. İrem tez geliniz güç hemen hadi geliniz güzleyirem tez geliniz güç hemen hadi geliniz Bu İlk olaraq zəkalar. Dostluq. Yox, səhv cavabdır. Cüzələrim. Yaxşı, qəbul edirəm düzəltdiyim üçün. Bu cüzələrimdir, bəli. Nominal xal dəyəri 300. Kışta şahta da buzda güneş çimir hovuzda kışta şahta da buzda Günəş çimir hovuzda lap. 211. Günəş çimir hovuzda. Günəş Çimir. Günəş çimir hovuzda, amma bu səhvdir. 261. Dost gel hardasan. Yox, o buna əvvəlki manı idi. Digər iki komandanın cavab vermək üçün şansı var. Günəş var cavabda. Günəş 1. Günəş 2. Günəş olaram mən də. Davam eləyirik. Dördüncü sual nominal xal dəyəri 400. Bacanı gətirirəm nənəmə tez yetirirəm nənəm sağır inəkləri Bacada süt köpüklənir sağır Mahnı necə adlanır? Nənə var cavabda. 261. Can nənə. Olsun, can nənə olsun. Problem deyil. Can nənə səhv cavabdır. Digər komandaların cavab verməyə şansı var. Nənə var. Sağmağa tez yetirmək üçün sağmaqla məşğul olan insanlara nə deyirlər? Süd sağmaqla məşğul olan insanlara. Sağıcıdır mənim nənəm. Davam eləyirik 5-ci sual, 5-ci mahnı, nominal xal dəyəri 500. Dumanlı dağların başında durdum Dumanla özümə bir xeymə qurdum Dumanlı dağların başında durdum Dumanla özümə bir xeymə qurdum Xudayar. Ah, Xudayar. zəkalar. Səhv cavabdır Xudayar. Xudayar var, amma mahnının tam adı necədir? Dumanlı dağların başında. Yox. Kasbi, Mən də bu da var deyəcəkdim. Xudayar deyəcəkdiniz. Xudayar var, mahnının adında Xudayar var, amma mahnıya verilən ad Xudayar Dumanlı dağlar. təsnifi idi, Xudayar təsnifi. Və yaxud da Vətən yaxşıdır adında desəydiniz, qəbul eləyəcəkdim. Eybi yox, keçin öz yerlərinizə, biz şərtli raundla oyunumuza davam eləyəcəyik. Bu raundda növbə ilə mən mövzuları sizə təqdim eləyəcəm. Siz isə həmin mövzulara uyğun olaraq öz oyunçunuzu seçib tribunaya göndərəcəksiniz. İlk mövzu belədir. Azərbaycan tarixi. Komandalara vaxt verilir ki, oyuncuları seçsinlər. Buyurun. İlk oyuncular oyun kürsüsündə yerini alsın və biz Azərbaycan tarixi mövzusuna başlayaq. Şərtli raundun ilk mövzusu Azərbaycan tarixidir. Mannada Subi vilayətinin əhalisi bu heyvanı yetişdirməkdə mahir idi.
ipucu verəcəm sizə. Azərbaycanın Qarabağ bölgəsində və Qazax At. Bu düzgün cavabdır. Bravo, davam eləyirik. Azərbaycan ərazisində ilk dövlətlər bu gölün ətrafında yaranmışdı. Kaspi. Göyçə gölü. Yox, bu səhv cavabdır. Zəkalar. Xəzər gölü. Bu da səhv cavabdır. 211. Urmiya gölü. Bu isə doğru cavabdır. Bravo. Davam eləyirik. Bəzi alimlər Azərbaycan adını bu dövlətlə bağlayırlar. Gördüm səni 261. Buyur. Atropatena. Bu doğru cavabdır. Bravo. Davam eləyirik. Azərbaycanda ərəb zülmünə qarşı çıxanları bu sözlə adlandırırlar. Gördüm səni zəkalar. Buyur. Xürrəmilər. Bu da doğru cavabdır. Bravo. Davam eləyirik. 837-ci ildə ərəb qoşunları bu qalanı tutmaqla Xürrəmlər hərəkatına son qoydular. Zəkalar. Ərincə qalası. Bu səhv cavabdır. Bəz qalası. Bravo! Oyunçulara təşəkkür edirəm. Masa ətrafında öz yerlərini ala bilərlər. Biz isə ikinci mövzuyla şərtli raunda davam eləyəcəyik. Mövzumuz muzeydir. Oyunçular öz yerlərini alsınlar və biz başlayaq. Şərtli raundun ikinci mövzusu muzeydir. Birinci sual, nominal xal dəyəri 200. Bakının bu tarix hissəsində yerləşən muzey mərkəzinə Şirvanşahlar Sarayı, Qız Qalası, Bakı xanlarının evi də daxildir. Hə, 211. Zəkalar. İsərşəhər. Bravo. Davam eləyirik. Muzey mövzusu ikinci sual, nominal xal dəyəri 400. Bu ölkədə yerləşən Genua şəhərində cins parçaya həsr edilmiş muzey var. Bu şəhərin məşhur yeməklərindən biri spagettidir. İtaliyada. Bravo! Davam eləyirik. Muzey mövzusu, üçüncü sual, nominal xal dəyəri 600. Belə muzeylərdə eksponatlar açıq havada nümayiş olunur və qorunur. Necə muzey? Açıq hava. 261. Açıq muzey. Dəqiqləşdir fikrini. Yəni sərgi. Yox. Açıq muzey daha ətraflıdır. 3, 2, bu səhv cavabdır. Kaspi. Açıq hava muzeyi. Açıq səma altında muzey. Mən düzgün qəbul edirəm açıq hava muzeyini. Bravo. Davam eləyək. Bu şəhərimizdə neftlə oynaq xəstəlikləri müalicə olunur. Şəhərdə Əsa muzeyi fəaliyyət göstərir. Əsa muzeyi və neftlə Naftalan. 161. Naftalan. Bravo! Davam eləyirik. 1893-cü ildə Parisdə yerləşən Kral Sarayı bu muzeyə çevrildi və hər kəsin zəkalar Louvre muzeyi. Louvre muzeyi, bravo! Və hər kəsin ziyarəti üçün açıq elan edildi. Oyunculara təşəkkür edirəm, öz yerlərini ala bilərlər. Şərtli raundda biz təbiət mövzusunu oynayacağıq. Birinci sual, nominal xal dəyəri 200. O, canlı orqanizmin ən kiçik quruluş vahididir. Kaspi. Hüceyrə. Bəli, bu hüceyrədir, davam eləyirik. Tənəffüs sistemi vasitəsilə bu orqanımızda qazlar mübadiləsi baş verir. Kaspi. Ağciyər. Bəli, bu ağciyərdir, bravo. Davam eləyirik. Sümük sistemi bədənimizə forma verən ondan ibarətdir. Kaspi. Əzələ.
Yox, bu səhv cavabdır. Skelet. Bəli, bravo, bu skeletdir, davam edirik. Təbiət 4. Nəfəs alarkən qəbul elədiyimiz havanın tərkibindəki bu ağciyərlərdən qana keçir. Oksigen. 211. Oksigen. Bravo. Davam edirik. O, bədənin bütün hissələrindən gələn məlumatları qəbul eləyir və zəkalar Beyin. səhvdir. 211. Ürək. O da səhvdir. 261. Damar. Səhvdir. Mən Kaspi üçün sualın qalan hissəsini oxuyuram. Məlumatları qəbul eləyir və orqanizmin nə eləyəcəyinə qərar verir. 3. Versiya süre bilərəm. Yox, düymə sıxılıb, buyur. Sinir sistemi. Yox. Bu sadəcə olaraq baş beyni idi. Onurğa beyni olduğu üçün baş beyni. Düzgün cavab verməliydiniz. 5-ci sual olduğu üçün mən daha dəqiq cavabı almaq istədim. Yoxsa digər suallar olsaydı mən beyin cavabını qəbul edəcəkdim. Təşəkkür edirəm sizə. Masa ətrafında öz yerlərinizi ala bilərsiniz. Bravo. Və biz xəstəlik mövzusuyla şərtli raunda davam edəcəyik. Bu xəstəlik göz ağının və dərinin hiss ediləcək qədər sarı rəng alması ilə Sarılıq. bravo 261 davam edirik. Müşahidə olunan xəstəlik idi. Bu sarılıqdır. Xəstəlik. 2. Nominal xal dəyəri 400. Bu xəstəlik zamanı balaca, qırmızı və ortasında Qızılca. səhv cavabdır. 211. Su çiçeği. Bu isə doğru cavabdır. Balaca olan ləkələr əvvəlcə qarın və kürək nahiyəsində, daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Olmusuz çiçəyi? Bəli. Mən də siz yaşdaydım çiçəyi olanda. Davam eləyək. Bir əsərdə yel xəstəliyindən əziyyət çəkən qəhrəman bir neçə gündən sonra olacaq. Bunu tam doğru deyə bilir. Nəyi? Ölümü. Yox, ölümü hələ doğru deyə bilən məncə yoxdur. Digər komandalar cavab vermək üçün 3 saniyə vaxt verirəm onlara. 1. Yel xəstəliyi. 2. 3. Əslində adında var idi. Bu hava məlumatı. Hava məlumatı. Davam eləyək. Bir xəstəliyin keçi, donuz, quş kimi növləri var. Bir xəstəliyin keçi, Qrip. 261, Qrip. qrip, bəli, bravo. Davam edirik. Qədim Çində insanları müxtəlif xəstəliklərdən qoruduğu üçün bu bitkini əjdahanın dişləri adlandırırlar. Kaspi. COVID-19. Yox, bitki lazım idi bizə. Bu səhv cavabdır. Zəkalar. Sarımsağı. Sual verirsən mənə, yoxsa cavab verirsən? Cavab. Bravo! Mövzumuz bitdi və Allah sizə heç vaxt xəstəlik verməsin. Hər zaman sağlam olasınız, dəyərli balacalar. Keçin yerinizə. Alqışlayıram sizi. Bravo! Şərtli raundun son mövzusu ulduzdur. Ulduz mövzusunu oynayacağıq. Bu metro stansiya Koroğlu və Nəriman Nərimanov stansiyalarının arasında yerləşir. Zəkalar. Ulduz. Ulduz. Bravo, ulduz. Metroya minirsən? Bəli. Ən sevdiyin stansiyansıdır. Neftçilər. Niyə neftçilər? Orada qalırsan? Xeyr. Davam eləyək. Ulduz mövzusu 2-ci sual. Nominal xal dəyəri 400. Hansı dövlətin bayrağını ulduzlu, zolaqlı bayraq adlandırırlar? Zəkalar.
Vietnam. Bu səhv cavabdır. 211. Amerika. Bu isə düzgün cavabdır. Bravo. Davam edirik. Castor və Pollux Yunan əfsanələrində qardaş idilər. Bəs onların adını daşıyan ulduz hansı bürcdə yerləşir? Sual təkcən. Əkizlər. Bravo! Zəkalar! Bunu da tapdı. Davam edirik. Bu avtomobil markasının logosunda 3 xətli ulduz görmək olar. Gördüm 261. Mercedes. Bravo, bu doğrudur. Davam edirik. Hazırda Böyük Britaniyada saxlanılan Böyük Ulduz adlı almaz hansı qitədə tapılıb? Almazın ən çox tapıldığı qitə, təbii sərvət kimi almazın ən bol olduğu qitə. Hansı qitədir bu? 3, 2, 1. Bu Afrika. Mən artıq cavabı səsləndirdim. Zəkalar, sən gecikdin. Bu Afrika qitəsi idi. Təşəkkür edirəm sizə dostlar. Masa ətrafında öz yerinizi ala bilərsiniz. Biz isə Xəmsə Milli İntellektual oyununun növbəti mərhələsindən keçid alırıq. Mərhələmiz Sirli Raund adlanır. Sirli Raundun qaydası belədir. Bu raundda yalnız oyunçular oyun kürsüsündə öz yerini alandan sonra mən mövzunu elan eləyəcəm və sualı səsləndirəcəm. Sizə vaxt verilir ki, sıralamanı eləyəsiniz. Buyurun. Oyunçular oyun kürsüsündə öz yerlərini alsınlar və mən ilk mövzunu elan edeyim. Texnologiya ilə maraqlanırsınız, əminəm ki, maraqlanırsınız. Bəli. Mövzu texnologiyadır, əsl sizlikdir. Məlumatın çertyoz alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti təsviri nə adlanır? Zəkalar. Çertyoz. Bəli, davam edirik. Texnologiya, ikinci sual, nominal xal dəyəri 600. Bir neçə detalın nişanlanması nəyin vasitəsilə aparılır? Biz. Detalın nişanlanması, alət, zəkalar. Biz. Yox, səhv cavabdır. 3, 2, 1. Bu ülgüdür, ülgü. Davam edirik. Texnologiya, üçüncü sual, 900. Texnologiya, Yunan sözü olub, logos elm, texne isə bu mənanı verir. Zəkalar. Usta. Sənət və ya ustalıq, bravo, qəbul edirəm. Davam edirik. Texnologiya, dördüncü sual, nominal xal dəyəri 1200. Neçə dəfə böldüldüyünü və kiçildildiyini göstərən ədəd nədir? Zəkalar. Miqyas. Bravo! Davam edirik. Texnologiya, beşinci sual, nominal xal dəyəri 1500. Xəndəklər və borular vasitəsilə torpağın suzlaşdırılması fransız dilində olan hansı sözlə adlanır? Hansı sözlə xəndəklər və ya borular vasitəsilə torpağın suzlaşdırılması? 3, 2, 1, bu drenajdır, drenaj sistemi.
Təşəkkür edirəm sizə. Öz yerlərinizi ala bilərsiniz. İkinci oyunçular tribunaya buyursun və biz mövzumuza başlayaq. Sirli raundun ikinci mövzusu şəhərlər adlanır. İlk sual nominal xal dəyəri 300 əfsanəyə görə. Bu şəhərin əsası Romul və Rem qardaşları tərəfindən qoyulub. Romul və Rem. Gördüm səni zəkalar. Səni də gördüm 211. Buyur. Roma. Bravo. Davam edirik. İlk vaxtlarda bu şəhərimiz əsası qoyanın şərəfinə Pənahabad adlanırdı. Gördüm səni 261. Şuşa. Bəli, Şuşa. Davam edirik. Şəhərlər 3, nominal xal dəyəri 900. Bir filmdə şəhər sakinləri bu bayram ərəfəsində çoxlu narıncı rəngli boya materialları və bir tərəvəz sifariş eləyirlər. Gördüm səni 261. Balqabaq. Daha dəqiq hansı bayramı soruşurdum? Cadılar bayramı. Bravo, Halloween. Davam eləyək. Şəhərlər 4-cü sual, nominal xal dəyəri 1200. Bir versiyaya görə bu şəhərimizin adı Türk dilində xanın yurdu mənasını verən Qança sözündən əmələ gəlib. Qança. Görək hansı komanda cavab verəcək buna? 261. Gəncə. O bunu da bilir, bravo! Davam edirik. Bir mahnıda Seul şəhəri hansı Türk şəhərinin adı ilə qafiyələnir? Seul, Ul, 261. Sivas. Yox, bu səhv cavabdır. Kaspi, Urfa. səhv cavabdır. İstanbul. 211. İstanbul. O isə düzgün cavab verdi, bu İstanbul'du, bravo! Yerlərinizə keçə bilərsiniz, sirli raundda digər mövzunu oynayacağıq. Rəngli mövzu oynayacağıq. Rəngli. İlk sual, nominal xal dəyəri 300. Buna daxil olan bəzi canlılar, nəsil kəsilmək təhlükəsində olanlar kateqoriyasına aid edilir. Nələrin nəsli kəsilmək üzrə olanda ora daxil eləyirlər. Nədir o? 211. Qırmızı kitab. Qırmızı kitab. Bəli, davam eləyirik. Rəngli mövzu. İkinci sual, nominal xal dəyəri 600. Afrikada 20 milyona yaxın ağacın qorunduğu ərazi necə kəmər adlanır? Necə kəmər? Zəkalar. Yaşıllı. Bravo, yaşıl kəmər adlanır. Davam edirik. Rəngli mövzu, üçüncü sual, nominal xal dəyəri 900. Bir oyunda müxtəlif rəngli kağızlardan istifadə olunur. Bu kağızların üzərində hansı canlını görmək olar? Müxtəlif rəng, rəngini dəyişir. 211. Bu qələmun. Bravo. Davam edirik. Rəngli mövzu 4. Nominal xal dəyəri 1200. Versiyalardan birinə görə bu xalq mahnımız Ruslar və Türklər arasında gedən müharibə zamanı yaranıb. Rəngli mövzu, xalq mahnısı, adında rəng olan xalq mahnısı, Ruslar və Türklər, 211 nömrəli məktəbin komandasının üzvü, saçın uzun hörməzlər. Gözəl qız, hörüylü qız, saçın uzun hörməzlər. Bir, zəkalar. Sarı qadın. Bəli, bu sarı gəlindi. Rəngli mövzu 5-ci sual, nominal xal dəyəri 1500. Futbol üzrə Niderland yığmasına bəzən mexaniki portağal deyirlər. Bunun səbəbi nədir? 261. Mən narıncı. Narıncı nə?
Futbol komandasında narıncı nə? Nə? 3. Pələng. Yox, futbol komandasında narıncı nə? Mən forma. Bəli, forma. Qəbul elədim. Xal sənin hesabına yazılır. Mövzu bitdi, yerinizə keçid ala bilərsiniz. Biz isə digər mövzuyla sirli raunda davam eləyəcəyik. Oyuncular öz yerlərini alsınlar tribunada. Sirli raundun bu mövzusu belədir. A ilə başlayır. Cavablar A hərfi ilə başlayacaq. Diqqətli olun. Onların dimdiyi uzun və çox bərkdir. Azərbaycanda 7 növ yayılan onları Ağacdələn. meşənin sanitarları adlandırırlar. Bravo! Davam edirik. Zəkalar bu sualı öz xeyirlərinə yazdılar. A ilə başlayır. İkinci sual. Nominal xal dəyəri 600. Onların yalnız dişiləri qan soğurur. Ayı. 261. Ayı. Yox. Zəkalar. Ağcaqanad. Bəli, ağcaqanad. Davam edirik. A ilə başlayır. 900 nominal xal dəyərdir. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya bir tarixi şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl belə adlanır. Kaspi. Abidə. Bravo. Davam edirik. 900 xal qazandı. Mövzu A ilə başlayır. Nominal xal dəyəri 1200. Sual 4-cüdür. 20-ci əsrin əvvəllərinə qədər bəzi kitablarda ora dərmanxana da deyilir. Yunan dilindən tərcümədə ambar mənasını verir. Dərmanxana. Kaspi. Aptek. Bravo! Davam edirik. A ilə başlayır. Sonuncu sual. Nominal xal dəyəri 1500. Bura Azərbaycanın əsas sənaye rayonu olaraq özündə neft, qaz çıxarma və emalı sənaye komplekslərini birləşdirir. Bu rayonumuz. Abşero. Bravo 211. Bravo. Öz yerinizi ala bilərsiniz. Biz isə sirli raunda digər oyuncular və növbəti mövzu ilə davam eləyəcəyik. Sirli raund son mövzu oynanılacaq. Kitablar adlanır mövzu. Mənim Hollivooddakı həyatım kitabı Çita adlı şimpanzədən bəhs eləyir. O, ötən əsrin 30-cu illərində bir neçə nəyin çəkilişində iştirak eləyib. Çita, şimpanze, mənim Hollivooddakı həyatım, 30-cu illərdə çəkilən Tarzan filmi. Mən cavabı artıq səsləndirdim. Kitablar 2, nominal xal dəyəri 600. Guinness-in rekordlar kitabına inansaq, dünyada ən çox musiqi albomu satan kişi müğənni Elvis Presley, qadın müğənni isə odur. Dünyada ən çox musiqi albomu satan zəkalar. Mikrofona de görüm. Billie Eilish. Yox. Musiqi albomu satan müğənni dünyada ən çox Amerikada yaşayır. Çox təəssüflər tapa bilmədiniz. Bu Madonna'dır. Davam edirik. Hacı Zeynalabdin Tağıyev bu müqəddəs kitabın tərcüməsi üçün Bağdaddan rəsmi icazə almışdı. Kaspi. Qurani Kərim. Bəli, Qurani Kərim. Bravo. Davam edirik. Yazıcı Qılman İlkinin Humay mükafatına layiq görülmüş kitabı bu şəhərdən və onun sakinlərindən bəhs eləyir. Bizim şəhərimizdir. 3, 2, 1.
Bakı. Bakı və Bakılılar idi kitabın adı. Bakı desəydiniz qəbul eləyəcəkdim. Kitablar 5-ci sual. Nominal xal dəyəri 1500 və qeyd edeyim ki, bu sirli raundun son sualıdır. 1864-1904-cü illərdə Litvada bu əlifba ilə kitab çapı qadağan edildiyindən bir qrup şəxs onları qanunsuz şəkildə yayırdılar. Əlifbanın adını deməlisiniz mənə. Nə əlifbası? Bizə yaxındır. 1, 2, 3. Dedim axı bizə yaxındır. Bu latın əlifbasıydı. Təbrik edirəm sizi, təşəkkür edirəm sizə. Yerlərinizdə əyləşin və biz fərdi raunda keçid alırıq. Fərdi raunda keçid aldıq və mən fərdi raundun qaydalarını komandalar üçün elan edirəm. Fərdi raundun qaydası belədir. Hər komandadan bir oyunçu oynaya bilər. Sizə vaxt veriləcək, o oyunçunu seçib bizə təqdim edəcəksiniz. Buyurun, vaxt getdi. Fərdi raunda başladıq. Komandalarını təmsil edəcək oyuncuların adları artıq məlumdur. Mən az xal olan komandadan çox xal olan komandaya doğru oyuncuların adlarını çəkib onları tribunaya yola salacağım. Kaspi'dən Fuad Zeynallı qırmızı kürsüyə buyurun. 261 nömrəli məktəbdən Leyla İmaməliyeva yaşıl tribunaya buyurun. Zəkalardan Abbas Abbaslı göy tribunaya buyurun. Və bugünün 3 raundunun şəksiz lideri 211 nömrəli məktəbdən Məryəm Həmidova sarı tribunaya buyurun. İndi fərdi raundun mövzularını sizə təqdim edəcəm. 5 mövzu olacaq. Az xal olan komandadan yenə çox xal olan komandaya doğru bir-bir mövzulardan imtina eləyəcəksiniz. Sona qalan mövzu ilə yarışacağıq. Mövzular belədir. B ilə başlayır. Heyvanlar aləmi, avtomobillər, məktub, futbol. Əvvəlcə Kaspi mövzudan imtina eləyəcək. Buyurun. Məktub. Məktub mövzusunu oynamırıq. Onu göndəririk sahibinə. 261. Futbol. Futbol mövzusunda oynamırıq çünki o bir xanımdır. Sevmir futbolu. Davam eləyirik. Zəkalar. Heyvanlar aləmi. Heyvanlar aləmini də oynamırıq. Və lider komanda özü seçəcək. Biz bugün nəyə oynayırıq? Buyurun. B ilə başlayır oynayırıq. Avtomobilləri oynamırıq, qalır B ilə başlayır. Fərdi raundun mövzusu B ilə başlayır. İlk sual, nominal xal dəyəri 400. Suala keçməmişdən əvvəl komandaların topladığı xalları diqqətinizə çatdırıram. Kaspi -900, 261 3200, Zəkalar 4300, 211 6500. Qeyd edeyim ki, Kaspi ruhdan düşməyə dəyməz. Qarşıda 6000 xal oynanılacaq. Əgər siz digər komanda üzvlərinə nisbətən daha cəld olsaz, həmin 6000 xalı öz hesabınıza yazdıra bilərsiniz. Ya da qardaşlıq qalib gəlsin deyib aranızda bölə də bilərsiniz. Davam edirik. B ilə başlayır. İlk sual, nominal xal dəyəri 400. Peyton Zooparkında meymunların qida rasyonundan bu meyvə çıxarılıb. Banan. Bəli, bu doğru cavabdır. Bravo. Davam edirik. O, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir 211.
Bal. Bəli, maddədir, baldır bu, bal. Donanmada gəmilər və gəmilər arasında mesajların ötürülməsi üçün onlardan istifadə olunur. Zəkalar, Bayaq. bravo, bayraq. Davam edirik. Onun müasir tamaşalarında gimnastika, akrobatika, şərq döyüş sənəti elementlərindən də geniş istifadə edilir. Balet. Bravo, o bildi bunu da. Davam edirik. Əgər bu suala 261 nömrəli məktəb düzgün cavab verib 2000 xalı götürməsə, onlar xəmsə raunduna getməyəcəklər və Zəkalar Liseyi ilə 211 nömrəli məktəb növbəti mərhələyə vəsiqə qazanacaq. Sual belədir. Bəzi türk dillərində o, ertə və ya birincik adlanır. Ertə və ya birincik. Üç, iki, bir. Bu bazar ertəsidir. Oyunçular alqışlayaq, onlar öz yerlərini ala bilərlər. Bravo, təşəkkür edirik sizə. Dəyərli xəmsəsevərlər və Xəmsə Milli İntellektual oyunu televiziya qarşısında izləyən əziz tamaşaçılar. Məktəbli Liqasının A qrupunun oyunları yekunlaşdı və mən növbəti mərhələyə vəsiqə qazanan komandaları diqqətinizə çatdırıram. Zəkalar Liseyi və 211 nömrəli məktəb növbəti mərhələdədir. 261 nömrəli məktəb və Kaspi Liseyi isə bugün A qrupunda oyunu dayandırırlar. Amma həmin komandalar əminəm ki, bir müddətdən sonra yenidən gəlib öz qələbələrini elan eləyə biləcəklər. Mən isə sizinlə bu həftəlik sağollaşıram, amma bu həftədən etibarən siz hər həftə Xəmsə Milli İntellektual oyununu görə biləcəksiniz. Uşaqlar bizim gələcəyimizdir. Yaşasınlar, sevinsinlər, xoşbəxt olsunlar ki, biz də xoşbəxt olaq. Sağ olun.